funksiyaların ikinci hissəsi. Burada uşaqlar ifadələrin qiymətləndirilməsi, mürəkkəb funksiyaların tərs funksiyalarla qarşılıqlı qiymətləndirilməsi, bir də ifadələrə ən çox üstünlük verəcəiz. Birinci sualda Süleyman necə eləyərik? Səsim gəlirmi uşaqlar? Müəllim. De. Səs gəlmədi yəqin ki Süleyman. Yerinə x plus 1 qoyacağıq. Bəli. Olacaq 2. Tamam, izah eləyəcəm. Şimdi nə dediniz müəllim bayaqları? Hocam nə dediniz? Bayaqlar dediniz ki, fx-i verib f5-i istəyəndə x-in yerinə 5 qoyurdu. Tamam mı? Bu dəfə x-in yerinə 5 yox da x plus 1 qoyuram. Tamam. 2 vurulsun. X-in yerinə x plus 1 qoyuram. Üstə gəlinsin 1'e. 2x plus neye 3 olur? Bu kadar basit. Kamil anlaşıldı mı kuzu keserim? Kamil sesim geldi Yani mi? hocam, şimdi Efendim. x 1 ile artıracağız, sonra 2 ile çarpacağız ve sonra 1'i daha Mükemmelsin. artıracağız. Mükemmelsin. İkinci soruyu çözer misin? İkinci E, soruyu efendim. x artı 3 çarpı x artı 4 Eksi 2. eksi 2'ye çarpı 4. Üste gel 4. Beynimi Üste karameliyorsun geldi. şey. 3x olsun 6. Üste gelsin de Kamil'i çok sevdiğim için ondan zarafatlıyım. Kamil de diyor ki o zaman ben de sizi çok seviyorum. Doğru mu Kamil? Evet hocam. Yalansa ilan olsun seni. Zarafat eləmə Kamil da yaxşıdır. Bəs ağlaya bilmək. Oy. Aliyə Kərimli kanalımıza abone oldu. Evet. Şimdi devam eləyək növbəti. Müəllim dediniz kanala koyacağım. Ona göre merak elədim, baxdım Bilirəm, biraz. bilirəm. Tabii ki, tabii. Bilmirəm nədən adı, hansı kanal. Orada iki tane kanal var. Biri şahsi kanaldır. Biri de şey kanaldır. Galata'nın kanalıdır. Sıkıntı yoktur. Ben zaten paylaşırım video paylaşıldıktan sonra. Evet değerli arkadaşlar. Fonksiyonlar dersinin en maraqlı, en sevdiğim özelliği. Bu dəfə bizə değerlendirmeye alınan bir f funksiyası verilir ama bunu fx'e qaytaracağım. Bax, cümləmə fikir verin. Biraz çətin anlaşıla bilər. Yəni deyir ki, f dıngılı bərabər dıngılı olanda o hissəni x-ə gətirə bilmək üçün o hissənin tərsini özündə yerinə qoymaq lazımdır. Nə deməkdir bu? X plus 1'in tərsi nədir ay uşaqlar? X minus 1. Aparıb x minus 1'i özündə yerinə qoyuruq. O zaman burada da x minus 1'i yerinə qoyuruq. Tamam mı? Niye göre hocam böyle yaptınız? Çünkü birler gelir fx kalır. 3 çarpı x minus 1 minus 7. Bu da olur ne? 3x minus 3 minus 7. O da olur ne? 3x minus 10. Lütfen arkadaşlar nereye anlamadıysak şey diyelim. Diyelim. Xahiş ediyorum. Alo. Arkadaşlar anlaşıldı mı bu? Bəli, müəllim. Ben başa düştüm Evet müəllim. hocam. Bir tane daha soru çözeceğim zaten. Bir tane daha zaten soru çözeceğim. İkinci de. Şimdi diğer uşaqlar buranın tersini ne verecek bize? X artı 2. O zaman burada da x artı 2 koyacağım. İkilər getdilər, düzü gəzərəm. 2 vurulsun x artı 2. Çıxılsın 7'ya. Bu da ne olur? 2x. Üstə gəlinsin 4. Çıxılsın 7. Bu da ne verir bize? 2x çıxılsın 3. Var mı arkadaşlar? Keçirəm obursu şey. Eyni şeylerdir. Özelliklerdir. Tersini tabi yerine. Keçtim obursu özelliğe. Evet, şimdi geliyoruz mürekkep funksiyalara. Mürekkep funksiyalarda uşaqlar tane bu səhifədə olan misalların demək olar ki, hamısını özüm çözəcəm, tane tabii sizin köməkliyinizlə. Tamam mı? Zaten bir tane daha video çəkəcəz. Deməli, mürekkep funksiya nədir? FOF nədir? Mürekkep funksiya iki funksiyanın kameranın səsini alsaq, zannedersem Nihatda gəlir həmişə o mikrofon.
şeyi, hə, e, iki funksiyanın birləşməsi uşaqlar sağdakını soldakını da yerinə qoymaq deməkdir. Gəlin izah edelim. Fof x bərabərdir. F nədir? X artı 2. Birləşir f ilə x artı 2. Şimdi ikincini birincide x'in yerinə qoyuram. X artı 2 üstə gəlinsin 2'ye. Simetrize ehtiyac yox idi burada. Neyse. Güya 2 görmüş oldum. Все. Cavabını alındı uşaqlar. X üstə gəl 4 alındı. X'in də yerinə 3 qoyanda 3'ün üstə 4 gəlində nə elədi? 7 elədi. Şimdi gəlin ikincini yazalım. F fog x bərabərdir. F nədir? 3x artı 1. Birləşir. J ilə J nədir? X minus 5 bərabərdir. Bərabərdir. Nə deyirik uşaqlar? İkincini birincidə yerinə qoyuruq. İkinci nədir? 3 vurulsun. X minus 5 üstə gəlisi nəyə? 1. O da olur 3x minus 15 üstə gəlsin 1'ə. 3x minus nəyə? 14'ə. Bərabərdir. Bərabərdir. Yerinə də 2'ni qoyanda 3 vurulsun 2 çıxılsın 14. 6'dan da 14 çıxanda elədi -8. Uşaqlar baxın görün. Görün kim haraya anlamadığınızı yazarım. Anlaşıldı mı arkadaşlar ikinci soru? Müəllim. Anladım ben. Hı hı. Üçüncü. Eyni testlərdir. Bir sürü misallar eləyəcəm. Yenə fog. F nədir? 2x artı 1 birləşir J ilə kök altında x artı 4 ilə bərabərdir. J'ni F'də yerinə qoyanda 2 vurulsun. Kök altında x plus 4 üstə gəlinsin nəyə? 1'ə bərabərdir. Bərabərdir. X'in yerinə 5 qoyanda 5'in üstə 4 9, 9'dan 3 çıxır. 2 vurulsun 3 üstə gəl 1. 6'ın üstə də 1 gəlinə nə eləyir? 7 eləyir. Yəni ikincini birincidə yerinə qoyuruq. Uşaqlar yerinə də qoyduqdan sonra nə edirik uşaqlar? Ədədi hesablanmış olur. Nihat başladın mı Nihat? Bəli, müəllim. Qulaq asırsan da dərsə, düzdür? Bəli. Davam edirəm çocuklar. 4, 5, yəni ona aid bir sürü örnəklər verəcəm uşaqlar. Dördüncü sualda nədir? Dördüncü sualda fog deyir, yenə də. X üstə gəl 4 ilə birləşir. Bu kiçik A hərfi birləşmə deməkdir. Tamam mı? Birləşir nə ilə? 2x plus 5 ilə. Yani hocam 2x plus 5'i götürüp yerine koyuram üstə gəlsin 4. Bu da eləyir 2x üstə gəlsin 9'a. Var mı arkadaşlar? Yoktur. Davam edirəm 5-ci sual. Kim 5-ci sualı kömək eləmək istəyir? Deyim müəllim. De quzu kəsərəm. Burada müəllim 3x plus 1 birləşəcək x kvadrat plus 1 ilə. Bəli. 3x plus 1'in yerinə də oradakı x-in yerinə x kvadrat üstə gəlib 1'i qoyacağıq. Eləyəcək 3x kvadratı üstə gəlsin 4. Üstə gəlsin 1 var ya burada. Mən 4 nə yazdım? Aha. 3x kvadrat üstə gəl 3 üstə gəl 1. O da nə eləyir? Elə 4 eləyir. Hı hı. Güzel bir soru. 6. sual. Arkadaşlar şimdi
F, O, C'ni biz değerlendirmesini bildik. Bu defa daha primitif bir şekilde pratik yolları mən sizə izah eləmiş olacağım. Soruşun necə müəllim? Necə müəllim? Ay son. Şimdi ne diyoruz arkadaşlar? Diyor ki uşaqlar hərflər oxuyanda F, O, C, 2 demedik mi? 2 neye yakındır burada? J'ye. Gelin o zaman J2'ni tapalım. Tapaq da. Bəyələr buna misal izah elədiniz də müəllim. J2 olabilmesi için x'in yerine koymaq lazımdır uşaqlar. 4. Plus 4. O zaman 4'ü sağda da yerine koyuram. 4 4'ün 16 plus 6 elədi nə? 22. Buraya kadar var mı sualımız? Zaten bunu bəyələr izah eləmişəm onsuz da. Bu hissəsini. Var mı arkadaşlar buraya kimi? O zaman müəllim J2 getdi, F22 geldi. Aha, buranın 22 olması lazımdır. 22 olabilmesi için kamil x'in yerine koymalıyam 19. 19. 3 sıfırı 19 elədi 57 üstə gəl 1. Elədi 58. Görün kim haraya anlamadı uşaqlar. Anladık mı? Tamam, devam edelim o zaman. Aliye başladın mı? Cavanşir başladınız mı? Başa düşdüm müəllim. Ona bir sürü misallar zaten izah eləmiş olacağım. Evet, bize ne lazımdır uşaqlar? Baba F3. Aliye F3 olabilmesi için x'in yerine ne koymalıyam? X eksi 2 eşittir 3. 5. 5. O zaman burada da 5'i koyuyorum. 10, 11. Getdi yerine 11 kaldı. İndi J 11 eləyə için x'in yerine ne koyacağım? 10 qoymalıyıq. 10 koyacağım. O zaman burada da 10 koyuyorum. Vesselam. Bu kadar basit. Devam edelim icazenizle. Zoom atacağım arkadaşlar. İlk biraz önceki o bir zoom'a gelmiş olarsınız. Bunu izah edelim. Eğer yarımçı kalırsa da 3. hisseden devam etmiş olacağım. Bize ne diyor? F menfi 1 0. Hocam ne demediniz mi ki funksiyonun tersi x çılsın 1 bölünsün 3'tür? Dedim. Yerine 0 koy oldu menfi 1 bölü 3. Bu getdiyi yerine menfi 1 bölü 3 geldi. J menfi 1 bölü 3. X'in yerine menfi 1 bölü 3.